Salam, hər birinizi salamlayıram. Bugünkü mövzumuz olacaq dünyada hasilat və emal edici sənaye. Hasilat və emal edicini müqayisə eləyəsək, elmi texniki inqilab dövründə deməli hasilat ən öndə, hasilat daha doğrusu emalcı sənaye daha üstündür. Bunun səbəbləri var əlbəttə ki, deməli hasilat sənayesinin zəifləməsinin səbəbi olacaq təbii xammalın sintetik xammalın əvəz olunması. Doğru dildə desək, misal üçün, evdə istifadə etdiyimiz qab-qacaqlar əvvəl metaldan idisə, hal-hazırda tək bu qab-qacağa aid deyil, digər vasitələrdə deyə bilərik. İndi isə onlar artıq plastik kütlə ilə əvəz olunub. Bu həm ucuz və sərfəli olduğu üçün plastik kütlə ilə əvəz olunub. Dünyada ən çox sənaye, daha doğrusu yanacaq sahəsində neft və qaz fərqlənəcək. Sonra şərti yanacağımız daş kömür hesab olunacaq. Bir də metallardan, qara metallardan dəmir, filiz ən öndədir. Qeyri-filizlərdən fosforitdə, əlvanlardan yüngül əlvan isə alüminium olur. Deməli, əlvanlardan alüminium, qara metallardan dəmir, qeyri-filizlərdən fosforit, bir də neft-qaz, yanacağa da neft-qaz verdik. Neft sənayesinə baxaq, görək harda daha çoxdur və daşınması da hardadır. Gəlin baxaq bu şəkildə. Baxın, kvadratla verilən bu 3 məntəqə var. Bu 3 məntəqə idxalçıdır. İdxalçı nə deməkdir? İnşallah idxal qısa şəkildə yazım. İdxal yəni alan ölkələr, alan. Bunlar alırlar. ABŞ-dır, Qərbi Avropadır, bir də Yaponiya dövlətləridir. Belə desə, bunların hasilat sənayesi zəifdir. Amma ABŞ-ın hasilat sənayesi üstün olmasına baxmayaraq, bunlar yenə idxalçı dövlət hesab olunacaq. Yəni, öz məhsullarını potensial olaraq gələcək nəsillərə saxlayırlar. Neft istehsalına görə fərqlənən ölkələrə baxırıq. Mən burada göstərəcəm və hansılar OPEC-ə üzvdür. OPEC deyəndə biz neft sənayesinə görə fərqlənən ölkələrdir. Bir də ki, bu sahəvi təşkilat. OPEC həm də sahəvi təşkilatlar. Digər təşkilatları qeyd etmişdim. Onlar hamısı regionaldır. Baxaq, deməli, neftə görə ABŞ-dır, Meksikadır, Venezuela OPEC-in üzvüdür. Sonra Nigeriyadır, Əlcəzairdir, Liviyadır. Afrika ölkələrinin sonra Afrikadan əlavə Cənub-Qərbi Asiyada İran körfəzi sahillərindən İrandır, İraqdır, Səudiyyə Ərəbistandır, İndoneziyadır, sonradan OPEC-ə üzv olub. Bir də Rusiyadır. Böyük Britaniya, bir də Norveç dövlətlərinə xüsusi olaraq diqqət edin. Norveçlə Böyük Britaniya Avropa axı biz demişik idxalçıdır, amma bunlar isə istisnadır. Şimal dənizindən neft deməli aşkar olunduqdan sonra artıq bunlar deməli nefti almırlar. Özlərini təmin edə bilirlər. Neftin istiqamətlərinə də diqqət edin. Məlum məsələ İran körfəzi sahili ölkələrindən gedəcək Yaponiyaya və yenə Qərbi Avropaya gedəcək. İran körfəzindən yenidən ABŞ ərazisinə daxil olacaq. Sonra deməli Avropa dövlətlərinə kimlər verir? Nigeriyadan Avropaya gedir, ABŞ-a gedir, Latin Amerika dövlətlərinə gedəcək. Bu şəkildə bunları yadımızda saxlayaq. Bilirik ki, Rusiyanın nefti də var, qazı da var. Yenə Rusiya Şərqi Avropa dövlətlərinə qaz ixrac edir. İxrac isə satış deməkdir. Ekranda digər şəklə baxırıq. Bu da olacaq bizim qaz sənayemiz. Qaz sənayesində yenə qaz sənayesi demək olar ki, neftlə üst-üstə düşəcək. Qazdan yenə ABŞ-dır, Kanadadır, Meksikadır, sonra Afrikada Əlcəzairdir, biz bu OPEC-ə həm də üzv vermişdik, İrandır, Qətərdir, ümumiyyətlə İran körfəzi sahili ölkələrini verə bilərik. Sonra Türkmənistan türk dövlətlərinin içində Xəzərin sahilindən çıxardacaq. Rusiyanın həm nefti var, həm qazı var. Avstraliyanı burada xüsusi qeyd eləmişəm, Avstraliyanın nefti yoxdur, amma qazı var. Avropa dövlətləri yenə dediyim kimi idxalçı ölkə olsa belə, Böyük Britaniya, Niderland, xüsusi olaraq Norveçə diqqət edin. Norveç qazına görə fərqlənən ölkədir. Yenə həminki kimi idxalçı dövlətlər eyni ərazilərdir. Qazın daşınma istiqamətlərinə də diqqət edin. Harda qaz varsa, deməli o istiqamətə gedir. Belə deyə bilərik, məsələn, testlərə düşə bilir ki, Əlcəzair Avropa dövlətlərinə hansı üsuldan qazı verə bilir? Biz də bunu sualtı borular vasitəsilə Aralıq dənizinin sahilindən Avropaya, xüsusi olaraq Fransaya qazı ötürür. Gəlir daş kömür sənayesinə. Daş kömür sənayesində deməli, daş kömür sənayesində daş kömür şərti yanacaq vahidi hesab olunur.
şərti yanacaq vahidi hesab olunur. Yəni kömürün əsas belə deyək, harda yayılıb şərti yanacaq biz deyəndə bunu əmsalla bir götür, istilik vermə qabiliyyəti 700 kilokaloridir. Bu məsələlərdə istifadə eləyəcəyik. Deməli daş kömür harda olur? Biraz ipucu verim sizə. Əsasən ərazisi böyük olan dövlətlərə diqqət edin. Fikir verin, ABŞ-dır, sonra Kolumbiyadır, Avstraliya, CAR, xüsusi olaraq CAR-a baxın, Çindir, Hindistandır, Rusiyadır, Ukraynadır, Türkiyədir, Almaniya Federativ Respublikasıdır, bir də Polşadır. Bunun daşınmasında bir dənə nəyə fərqlidir? Onsuz da biz 3 məntəqəni bilirik ki, bunlar idxalçıdırlar. 3 dənə mən bayaq qeyd etdim. Amma bir dənə mən burada ABŞ-ı çıxacağam. Niyə? Çünki ABŞ, oxa fikir verin, ABŞ idxal hər şeyi alır, amma daş kömürdən başqa. Bunu yadımızda saxlayaq. Testlərə çaşdırıcı məqam kimi qeyd edirlər. ABŞ Latin Amerika, xüsusi olaraq Braziliyadır, Argentina bu dövlətlərə daş kömürü satır. Avropa ölkələrinə satır. Sonra yenə Yaponiyada, Qərbi Avropa dövlətlərində daş kömür var. Xüsusi olaraq bunların adlarına diqqətli olun. Məsələn, yataqların adları ilə verərlər. Rusiyada Peçoradır, sonra Lena, Tunguska, Ukraynada Donetsk, Donbask, Qazakistanda Qaraqanda, Ekibastus, Özbəkistanda Angren, Sargon, Çində Fuşun, Anşan da var burada, Fuşun, Carda Kap dağları olan yerdə, sonra Appalaç, ABŞ-da Appalaç qədim dağ olan, Almaniyada Bursa, bir dənə qonur kömür deyəndə biz Almaniyanı veririk. Sonra Türkiyədə Zonguldak, Erengli, Hindistanda şimal-şərq hissəsində olacaq. Ən vacib olanları sizin üçün oxudum. Avstraliyanın şərq hissəsi yenə, baxın bu hissədə qədim dağların olduğu yerdə götürəcəyik. Keçirik, bunların adlarını çalışın əzbərləyin və yaxud da çox baxmaqla göz yaddaşınıza yükləyə bilərsiniz. Gəldik dəmir filizdən danışaq. Dəmir filiz qara metallar sırasındadır. Qara metallara biz dəmir filizdə, xromdur, manqanı qeyd edə bilirik. Dəmir filizin olduğu yerlər, əsasən dəmir filizi daş kömürün olduğu yerlərlə sanki üst-üstə düşür. Necə ki biz neftlə qazı vermişdik, bu da o cür. Məsələn, ərazisi böyük olanlara diqqət edin. Kanada, ABŞ, Rusiyadır, Çindir, Hindistan, Avstraliya. Gördünüz bu dediklərim, hətta Ukrayna. Bu dediklərim yenə biz orada daş kömürü vermişdik. Nəyə diqqət edin? Bax, bu Braziliya var. Bu Braziliyanın deməli daş kömürü yoxdur. Biz bayaq dedik ABŞ daş kömürə Braziliya daş kömürü ötürür. Amma Braziliyanın dəmiri var. Buna bir diqqət edin. Sonra Carda bayaq yenə biz daş kömür verdik. Yenə dəmir də üst-üstə düşəcək. Yataqların adları da ABŞ-da yuxarı göl, Rusiyada Kıma, yəni Kurs maqnit animalizasiyası, sonra Ukraynada Krivoy, Qazakistanda Kustanay, İsveçdə Krinoy, Azərbaycanda onsuz da bilirik daş kəsərindən çıxacaq. Deməli, yenə alıcı ölkələr 3 məntəqədə ABŞ-dır, Qərbi Avropadır, Yaponiya. Daşınma məntəqələrinə də diqqətlə göz yaddaşınıza yükləyə bilərsiniz. Deməli, biz metallurgiyadan dəmirin daha üstün olduğunu dedik. Ümumiyyətlə, metallurgiya iki yerə bölürük. Qara metallurgiya, əlvan metallurgiya. Qara metallurgiya xam mal və yanacağa meyl edir. Bu nə demək? Çünki bu yerdən çıxartdığımız filizin tərkibində, deməli, daha doğrusu filizin tərkibində kəsad olduğu üçün biz onu deməli, hardan çıxardırıqsa metalı. Elə orada da, yox, burada xüsusi olaraq qeyd edək onu. Filizin tərkibində daha çoxdur. Kəsad buna deməyəcək. Xam mal yəni çıxartdığım hardanca çıxardıram, mən müəssisəni orada tikəcəm. Çünki ağırda axı mən bunu daşınmasına əlavə yol xərcləri verəcəm. Bir də yanacağa meyl edir. Niyə yanacaq? Axı mən bunu əritməliyəm. Əlvan metallurgiya ucuz enerji mənbələrini meyl edir. Əlvan metalları qeyd edəcəm. Yüngüllər var, ağırlar var. Alünitdir, yüngüldür. Ağırlardan da ən məşhurları, məsələn, mis verəcəyik. Ona xüsusi qeyd edəcəm. Ərdilməsinə ucuz enerji istifadə olunur. Ucuz enerji deyəndə biz alternativ enerjini nəzərdə tuturuq. Yəni, KES deyəndə külək elektrik stansiyası, su elektrik stansiyası, bunları qeyd edəcəm. Qara metallurgiyanın bizdən xam malını soruşa bilər. Çaşdırıcı məqamlara baxın. Deyir ki, məsələn, dəmir filiz onsuz da bilir qaradır, manqan qaradır, xrom da qaradır. Amma bura verib mənə daş kömür. Daş kömür nə üçün? Axı bu qeyri filizdir. Biz daş kömürdən metalı əritmək üçün istifadə edirik bu səbəbdən. Bir də bentonit gilləri üçündür. Bu da qeyri-filizdir. Çünki gəlib tökmədə istifadə edəcəklər. Sonra istehsal prosesini mütləq diqqətlə izləyin. Ardıcıllığı əvvəlcə hasil olunur, sonra onu saflaşdırırlar, sonra konsentrat alırlar. Çuğun, bir də polad. Hazır məhsul oldu polad. Poladdan boru plakat, polad lövhələr, res, armatur əldə edirlər. Əgər çuğunla poladın yerini qarşıdırsaq, əlifbada çı qabaqda yerləşir, p isə sonra. Bunun ardıcıllığı bizim üçün çox önəmlidir.
Ona görə bunu xüsusi vurğuladım. Qara metallardan danışmışkən, gəlin manqandan da danışaq. Manqan, xrom harda yayılmışdı? Deməli, xromu bir dənə Türkiyədə verin, qalan əsasən deməli, manqan Braziliyadır, Cardır, Hindistandır, Ukraynadır. Burada isə qara metalların adını verdik. Əlvan metallardan danışaq. Deməli, əlvan metallar dedik, ucuz enerji mənbələrinə meyilli. Xüsusi olaraq əlvan metallarda alüminiumu və misi qeyd edəcəm. Alüminiumdan danışaq. Alüminiumun xammalı boksit, nifelin alinitdir. Bu da şərti işarəsidir. Yəni mən yerdən əvvəlcə, yəni bir dəfəlik alüminiumu əldə eləmirəm. Əvvəlcə boksit, nifelin alinit. Bunu əridəndən sonra onun tərkibindən alüminiumu ayırıram. Bunun ardıcıllığına baxaq. Əvvəlcə hasilat, baxın, indi mən sizə dəmiri vermişdim. İndi onunla bunun fərqini deyəcəm. Hasilat, sonra onu saflaşdıracağam. 3-də konsentrat, dəmirdə konsentrat yox idi. Alüminium oksidi alıram. Bu ən axırda isə saf alüminium. Bunun ardıcıllığını mütləq İzləyin, ardıcıllığı bizim üçün önəmlidir. Çuğun polad olan hissədə dəmiri verəcəyik. Yaxşı, biz dedik bunun alüminium xammalı, aluminit, nifelin boksitdir. Boksitə baxaq görək hansı ərazilərdə boksit yayılır. Burada vurğulayacağım bəzi məqamlar olacaq. Deməli, Braziliyadır, Avstraliyadır. Sonra Rusiyadır, Çindir, deməli, Fransanı verə bilərik. Xüsusi olaraq nəyi deyirəm? Baxın, Yamayka, Surinam, Qayana, Gvineya. Burada qeyd olunub. Bu 4 dənə dövlət boksitinə görə zəngindir. Amma bunun ucuz enerji mənbəsi yoxdur. Ona görə bu yerdən çıxardır və bunu satır. Alüminium xammalını satan ölkələrdir. Yəni boksiti çıxardıb yerdən satır. İnkişaf etməkdə olan kasıb ölkə olduğu üçün ucuz enerjidən istifadə edə bilmir. Sonra biz əsas bu 4-ünü biləndən sonra qalanları bilirik ki, artıq bunlar deməli idxal. İdxalçı deyəndə idxalçı, yəni onu alan kim alacaq? Bilirik ki, 3 dənə məntəqə idi. Bizdə alan məntəqələrimiz bunlar idi. Baxın, Yaponiya, sonra biz də orada ABŞ vermişdik. Avropa dövlətləri İtaliya, Almaniya, Kanadanın da boksiti yoxdur. Buna görə elə Kanadanın da adını veriblər. Əlvan metallardan biri də misdir. Deməli, mis hardan çıxacaq? Mis ağır əlvan metaldır. Peru, Çili, Ant dağlarına. Ümumiyyətlə, Ant dağının özü ilə mis deməkdir. Bir də biz Afrikanın mərkəzi deyə bilərik. Kongo, Zambezi dövlətlərini qeyd edək. Deməli, bu şəkildə maraqlı şey, daha doğrusu yadda qalan şəkildir. Məsələn, deyə bilər ki, boksitin daşınması da daha doğrusu boksitin olduğu ərazilər. Burada daha qəşəng veriblər. Avstraliya boksitinə görə birinci yerdədir. Fikir verin, ərazisinə görə böyük olanlar. Burada bir dənə Braziliyaya diqqət edin. Braziliyanın yaxşı daş kömürü yoxdur. Buna dəmiri var idi, amma daş kömürü yox idi. Buna ABŞ verirdi. Yamayka, Gvineya, Surinam, bunların isə çıxardıb satırlar, ucuz enerjisi olmadığı üçün. Burada baxaq nə var? Deməli, misi qeyd eləmişik bayaqları. Gəlir qalay. Qalay Wolfram quşağı harda olacaq? Xüsusi olaraq qalay Wolfram işarə eləyiblər. Bizə Cənub-Şərqi Asiya dövlətlərinin adını verə bilərsiniz. Vyetnamdır, Laosdur, Kambocadır, İndoneziya. Bu dövlətlərin adını çəkə bilərik. Sonra desək ki, nikel hardadır? Xüsusi olaraq baxın, Kuba adasında, elə buranın yadda qalsın deyə nə deyirəm? Kuba adasında nikeldir, Türkiyədə xromdur, xrom qara metaldır, İsveçdə dəmirdir. Qütbə yaxın olan yerlərdə əsasən dəmiri verə bilirik. Çünki maqnit animalizasiyasının baş verdiyi yerlərdir həm də. Sonra Türkmenistanda Glauber duzu var. Biz Xəzər dənizindən bunu çıxardırdıq. Demək, ən duzlu körfəz hesab olunurdu Xəzərdən. Sonra fosforit də Floridada. Fosforitin işarəsini verəcəm sizə. Fosforit baxın budur. Demək, Florida da verin. Bir də Mərakeşdə, Atlas dağlarında bunlara diqqət edək. Bu şəkildə dərslikdən çəkilmiş şəkildir. Deməli, polad dəmir filizin hasilat olur. Daha doğrusu, dəmir filiz çıxarılan yer hasilat olur. Bir də onun polada çevrildiyi. Polad əsas, yəni istehsalçılar dəmir filizi alıb polad hazırlayır. Xüsusi olaraq poladda nəyə diqqət edir? Polada ən çox düşənlər. Məsələn, Yaponiyanı, ABŞ çox yerdə demək olar öndə olacaq. Cənubi Koreyadır, Almaniyadır, Avropa dövlətlərinə xüsusi diqqət edirəm. İtaliyadır, Ukraynadır. Bunlara daha çox önəm verin. Polad əsasən inkişaf etməkdə olan ölkələrdə deməli onlar axı alır dəmiri alıb çuğundan polad əldə edə bilirlər. Dəmir filizinə görə fərqlənən dövlətlərdə bilirik. Deməli, alternativ enerji. Alternativ enerjilər nədir? Alternativ enerji müasir dövrdə daha çox istifadə
istifadəyə üstünlük verilən enerjilərdir. Məsələn, alternativ enerjilər hansılardır? Hidroenerji. Hidro yəni sudan əldə etdiyimiz enerjidir. Günəş enerjisi var. Buna HES deyirlər. Sonra külək enerjisi. Gəlin adlarını bir-bir qeyd edeyim. KES baş hərfləridir bu. Günəş. Helium da deyirlər. HES də deyirlər buna. HES. Hidrologiya HES. Daha doğrusu SES. SES, yəni su elektrik stansiyası. Sonra bioçitlə, buradan bioçitlə əlavə qeyd edəcəm. Biodizeldir. Bioelektronika alırlar bundan. Sonra dalğa enerjisi var. Bir də geotermal enerji. Geotermalda belə verirlər. Geotermal enerji. Geo verirlər. Geotermal enerji. İndi bunları bir-bir açıqlamasını verəcəm. Hansı ərazilərdir? Ümumiyyətlə, üstün olan yerlər inkişaf eləmiş dövlətlərdir. Bunlar daha çox faydalana bilirlər. Gəlin buna baxaq bir dənə. Deməli, energetikadan başlayaq. Dedik bu alternativ enerji, yəni biz buradan həm istilik əldə edirik, həm də yanacaq. Daha doğrusu elektriki. Deməli, yanacaq iki yerə bölünür. Yanacaqdan baxın, bunlar neft, qaz, daş, kömür, qonur, kömür, torf, şist, quru odun elə. Elektroenergetika, yəni mən burada, gəlin belə eləyək. Elektroenergetika, mən burada ancaq yanacaq, burada isə işıq əldə edirəm. Bunu ümid edirəm başda sala bildim. İES nədir? İstilik elektrik stansiyası deməkdir. Açıq mənada istilik elektrik stansiyası. Bu iki yerə bölünür. DRES, bir də İEM. Baxın, DRES-dən mən buradan belə eləyəcəm ki, işıqdır da. İşıq əldə edirəm. İEM-dən isə mən həm işıq əldə eləyəcəm, həm də deməli həm işıq, həm də istilik. İsti buxar əldə edəcəm. DRES Dövlət Rayon Elektrik Stansiyası deməkdir. Gəlin baxaq İES-lərin xammalı nədir? İES, yəni istilik elektrik stansiyası nəyin hesabına işləyir? Bu daha çox istifadə olunur xammalı, deməli neftdir, qazdır, mazutdur, bunların hesabına işləyir. Deməli tikintisi bunun tez başa gəlir. Hər hansı bir müəssisədir. Mən onu tikirəm və ucuz başa gəlir. Amma qiymətli yanacaqdan istifadə. Çünki bunlar hamısı qiymətlidir axı. Ekoloji vəziyyəti əlbəttə korlayır. Təbii şəraitdən asılı olmadığı üçün İES-lər həm xammal, həm də istehlak rayonlarına yerləşir. İstehlak deyəndə, yəni onu istifadə edənlər. Xammal isə o hardan çıxırsa, müəssisəni mən orada da quraşdıra bilərəm və yaxud da aparıb harda əhali çoxsa, mən orada da müəssisəni quraşdıra bilərəm. Gəldik xüsusi olaraq bu dərsdə olan sxemdir. Buna diqqət edin. İES-lərə görə, məsələn, Azərbaycan ən çox İES-dən enerji əldə edirik. Hansı ölkələr fərqlənir? Niderlanddır, Polşadır, sonra Cardır, Rumıniyadır, bir də Meksika. 2 nəfər veriblər bunu. Meksika. Bunları əzbərləyin. Niderland, Polşa, Car, Rumıniya, Meksika. SES-lər su elektrik stansiyası deməkdir. Məsələn, Norveç demək olar ki, su elektrik stansiyasını, daha doğrusu ölkənin çox faizi bunun hesabına əldə olunur enerji. Sonra Braziliyanı veririk. Niyə? Braziliyada bilirsiniz, rütubətli ərazidir, çayların bol sulluğu. SES təbii şəraitdən asılı. Təbii şərait nədir? Yəni, mən orada SES-i tikmək üçün mütləq orada çay şəbəkəsi olmalıdır və yaxud çaya yaxın bir yer olmalıdır. Təbii xammaldan asılıdır. Buraya yazıram, xammaldan asılıdır. Qələm yazmadı. Xammaldan aslı. İES isə xammaldan aslı deyil. Deməli, Braziliya rütubətli yerdir. Məsələn, Kanada özü qütbə yaxın rütubətli yerdir. Çayları bol suludur. Albaniya Avropada olur. Bunu daha çox sağlar. Buna diqqət edin. Efiopiyadır. Buna da diqqətli olaq. Bir də Kolumbiya. Əksəriyyəti rütubətli olan yerlərdə suları boldur. Gəldik AES-ə. AES nədir? AES atom elektrik stansiyası. Atom elektrik stansiyasına görə fərqlənən ölkələr Belçikadır, Fransadır, Cənubi Koreya. Xüsusi olaraq bu 3 dövləti qeyd edin. Bir də bunları bizə verəndə əsasən inkişaf etmiş ölkələr ön planda olacaq. Yəni onlar bundan istifadə edə bilirlər. Sonra İES-lərin harda ən çox istifadə olunur? Onların da şəkilləri baxaq. Bir də məsələn Meksikadır, Niderland, Polşa, Rumıniya, Çin. Bir də əlavə İES-lər hansı ölkələrdə ki neft qaz çıxır, onları da qorxmadan verə bilərik. Məsələn İran körfəzi sahili ölkələrdə verə bilərik. SES-in üstün olduğu ölkələr yenə də həmin ərazilərdir. Fikir verin, Efiopiyadır, Kolumbiya, Braziliya, Kanadadır, Norveçdir bunlar. AES-lər Fransadır, Belçikadır, Koreyadır. Atomuna görə fərqlənir. AES-lər belə deyək də, AES-lər xammaldan asılı deyillər. Xammaldan asılı deyil. Bu istənilən yerdə mən müəssisəni tikib, orada enerji əldə edə bilirəm. Nüvə, daha doğrusu bunun nüvədən istifadə olunur. Deməli, bu da digər ölkələrdə də var. Nüvə dövlətləri qrupuna daxil olmasa belə, məsələn Pakistandır, sonra deməli Hindistan, bunlarda da
demək atomun xammalı, enerjisini istifadə eləmək üçün xammalı var. Gəldik qabarma elektrik stansiyasına. Qabarma elektrik stansiyası yenə bu da təbii şəraitdən asılıdır. Yəni hansı ərazidə su varsa, qabarma çəkilmə əlbəttə ki, suyun hesabınadır, dəniz dalğasının hesabınadır. Qabarma çəkilmənin də səbəbi ayın, günəşin eyni xətt boyunca dayanmasıdır. Məsələn, Fan-de-Men körfəzini verəcəyik. Sonra Ağdənizdə var, Lamaş körfəzi, Lamaş boğazında qabarma çəkilmə Temzada da var. Sonra Rusiya, İngiltərə, Fransa, bunlara diqqət eləyirik. Geotermal elektrik stansiyası. İnşallah geotermal yerin daxili enerjisidir. Hansı ölkələr seysmik zonada yerləşirsə biz buna verə bilərik. Amma ki, bax məsələn bura geosinkronal düzdür. Geosinkronal olsa belə bura Çindir, Braziliyadır. Bunların adlarını vermirlər. Niyə? Çünki inkişaf etməkdə olan kasıb ölkələr silsiləsindədir. Buna görə ABŞ-dır, Meksikadır. Bunlar daha öndə olanlardır. Meksika inkişaf etmiş olmasa belə inkişaf etməkdə olan ən öndə olanlarındandır. Sonra geotermal İslandiya bilirik ki, burada divergentdə yerləşir. Buna görə Rusiyanın bu hissəsində Kamçatka xüsusi olaraq şərq hissəsində geotermal enerji ilə zəngindir. Yaponiyadır, İndoneziyadır, Yeni Zelandiya dövləti. Gördünüzmü? Əsasən içlərində inkişaf etmiş ölkələr daha üstün olacaq. Deməli, bioenergetika bayaq qeyd etdiyim kimi elektrik enerji istasiyasının mühüm sahələrindən biridir. Bioenergetika bioyanacaqdan istifadəyə əsaslanır. Bio yəni canlı deyirik də, canlılardan, bitkilərdən. Məsələn, soya, raps, peyindir, hətta məişət tullantılarından da almaq mümkündür. Bioyanacağın 3 dənə növü var, burada da qeyd olunur. Deməli, bərkdir, mayedir, qaz halındadır. Bərk halına baxın, bərk halında məsələn oduncaqdır, bunu artıq bilirik. Oduncaq yanacaq növü kimi istifadə olunur. Biyokütlə canlıların məsələn fotosintez nəticəsində enerji mənbəyinə çevrilən biyokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür. Biz biyokütlə deyəndə məsələn biyokütlə tutaq ki, balıq içalatıdır, heyvan içalatı, sonra bitkilərin çürüntüsü, bunları nəzərdə tutublar. Sonra gəldik burada bizə verib Almaniyanın şimalında, daha doğrusu mal peyni. Buna baxaq, mal peyni. Yenə bu da quru növünə aiddir. Almaniyanın şimalında da torf yanacağından istifadə olunur. Torf yanacağının qranulu əldə edilir və onu deməli yanacaq kimi istifadə edilir. Bu bunun bərk növü idi. Və bərk növündən əlavə bərk növünü burada deməli qeyd olundu. Mən isə mayesindən deyəcəm, maye. Dedikcə də qısa şəkildə yazacağam. Maye olacaq bioetanol. Qısa yazıram, etanol. Maye etanol deyirik. Deməli, maye şəklində necə, daha doğrusu, mayeni necə yanacağa çevrilir? Məsələn, deyirəm ki, Braziliyada şəkər qamışından alırlar maye növünü. Braziliyada, qeyd edin, Braziliyada şəkər qamışı. Çünki Braziliya isti olan rütubətli yerdir. Əlbəttə ki, burada qamış daha çox olacaq. Məsələn, ABŞ-da qarıqdalıdan mülayim iqlim qurşaqlarında yayılır. Sonra Avropada, bir də Avropada nişasta, şəkər olan bitkilər, buğda, arpa, kartof sırf bu məqsədlə əkilir. Misal üçün, bizdə kartofu yemək məqsədlə əkirlərsə, Avropada isə bu bitkiləri, kartofdur, arpadır, buğdadır, bunları sırf bunun deməli, yanacaq əldə etmək üçün istifadə edirlər. Bu mənim olduğu maye şəklində olan bioyanacaq. Bioyanacağın qaz növünə gedək. Deməli, maye nə dedik? Qazı deyirik indi. Deməli, qazdan əsasən necə əldə edirlər? Xüsusi olaraq, bayaq qeyd elədiyim kimi, tutaq ki, hər hansı bir quyu qazırlar və o quyunun içinə çürüntüləri, canlı çürüntüləri hamısını atırlar və ağzını bağlayırlar. Bir tərəfdən həmin o qıcqıraraq qaz əldə olunur və qalan yerdə qalan kütlə artıq bərk kütləyə çevirir. Onu da gübrə kimi istifadə edəcəklər. Bioqazdan ən çox istifadə edən ölkələr deyərik ki, Danimarka, Almaniya, ümumiyyətlə Avropa inkişaf etmiş ölkələri verə bilərsiniz. Hazırda məsələn İsveçrədə bioqazla işləyən avtobuslar var. Bax, buna diqqət edək. İsveçrədə bioqazla deməli işləyən avtobuslara rast gəlmək mümkündür. Deməli, burada yanar maddələrin istilə vermə qabiliyyəti verilmişdir. Çalışın bunları əzbərləyin. Yəni, məsələlərdə istifadə olunacaq. Neftdə 1,5-dir. Fikir verin, qazda nisbətən azdır. 1,4-dür. Daş kömürdə 1-dir. Daş kömür ümumiyyətlə şərti yanacaqdır. Bunu qeyd edeyim. Şərti yanacaq. Bir də bu yananda istilə vermə qabiliyyəti 7000 kalori olacaq. Torf
sonra quru odundur, bir də yanarışdır. Bizə testdə verər ki, kütləsinin artmasına görə düzün. Əgər belə bir sual olsa, deməli kütləsinin artmasına görə deyirsə, bizi aşağıdan yanar şist daha çox götürməliyik, düzdür? Sonra quru odun, sonra torf. Misal üçün yanar şisti neftlə əvəz eləsək, yanar şistin kütləsi daha çox olmalıdır, neftin kütləsi isə az olmalıdır. Çünki yanacaq istilik vermə qabiliyyəti fərqlidir bunlarda. Deməli, bunlara aid nümunələrə baxaq. Topluda olan tapşırıqdır. Bizə deyir ki, müəssisənin illik enerji tələbatı deməli 75.000 ton daş kömürdür. Kömürü əvəz eləmək üçün bu müəssisəyə nə qədər neft lazımdır? Deməli, bizə lazımdır bir nefti verib, bir də daş kömür. Nə edirik bunu? Qısa yolla. Yazıram bura. Deməli, bizə daş kömür lazımdır, düzdür? Daş kömür nə qədər lazımdır bizə? 7.000, daha doğrusu 75.000. Düzdür? 75.000. Bunun altına da verəcəm mən demək şərti yanacaq olduğu üçün əmsalı 1-dir. Bunu daş kömürü nə ilə əvəz eləməliyəm? Neft. Yazıram burada neft. Neftin əmsalında fərqi yoxdur. Ha yuxarı, aşağı yazır. 1,5. Nə edirik bunu? 7500'ü bu qısa yazın. Bu şəkildə bizə nə desə eləyirsiniz. Daha doğrusu 75.000'i deməli vururam 1'ə, bölürəm 1,5'ə. Nəyə əvəz eləsə, bax bu şəkildə veririk, cavabımız əldə olunacaq. Bunu da cavabı eləyəcək. Burada qeyd edeyim, cavabının yerim yoxdur, burada yazacağım. 5.000 deməli ton. 5.000 ton. Birdən bizə verməz, neft verməz. Misal üçün yanar şist verər. Yanar şist yazaram, əmsal 0,3 olar. Və yaxud neftin əvəzinə bizə qaz versə, qaza 1,4 yazırıq və ona bölürük. Sonra 172. Müəssisənin illik enerji tələbatı ödəmək üçün baxın, neft verib bizə. Nefti nə ilə əvəz eləyir? Deyir, daş kömürü ilə əvəz eləyir. Yazıram. Deməli, elə bunu necə eləmişəm? Bunu bu şəkildə eləyəcəm. Deməli, buraya yazıram neft. Neftin əmsalını qeyd edirəm 1,5. Nə qədər neft verir bizə? 80.000. Elə 80.000 ton. Bunu da əvəz eləməliyəm mən nə ilə? Daş kömürlə. Daş kömür. Daş kömürün də əmsalını yazıram 1-dir. Əmsalını aşağı vermişəm. Yuxarısını bilmirəm nə qədər lazım. Niyə? Bu hissəni buna vururam. Buna bölürəm. Buna bölürəm. Nə bölürəm? 80.000 vur 1,5 böl 1'ə. Mənim də burada cavabım eləyəcək 120.000. 120.000 ton daş kömür lazımdır bizə. Belə bir məsələ də var. Deyir, ölkədə 2,2 min ton mis əldə olunmuşdur. Xam malın tərkibində misin miqdarı 4% olarsa, neçə min ton mis xam malı emal etmək lazımdır? Nə edirik? Deməli, 2,2 min, bunu da açmıram. Aça da bilərik tənasübə verəndə. Bu olsun mənim 100%. 100%. Bunun 4%'ni axtaraq da biz. 4%'ni axtaraq. Bunu tənasübə verək. Bunu aça da bilərsiniz, açmaya da bilərsiniz. 2,2'ni vururam 4'ə, bölürəm 100'ə. Bunu da eləyir cavabı 88 alırıq. 88.000 ton mis əldə olunur.